Gözünüz aydın olsun. Təbrik edirəm. Allah'ın Allah talı sağlıqda versin. Anar gözün olsun xeyri görürsən inşallah. Her zaman xeyir işlərdə görürsünüz inşallah. Koy payı var birisinin. Getir bu. Gel. Gel de. Kurban olsun. Allah saklasın. Salam salam. He bunu. Sen çıkacaksın, sen çık. Baba ortada dayansın. O tarafta da ağzından anlatıyorsun. Geç sen sonra yap. Hamınız hoş geldiniz. Bizim bugünkü sevinçli ve şad, xoşbəxt günümüzə hamınızı təbrik, oğullar, qardaşlar, hamınızı təbrik edirəm. Can sağlığı arzulayıram. Mənim əsas minnətdarlığım həkimədir. Minnətdarlıq bildirirəm. Ailəmiz adından, bütün qohumlarımız adından, hamının adından Rauf Əzimov həkimə. Əsl, mən eşitmişəm, deyirlər uzman həkimlər, mənim gördüyüm, həqiqətən yəni, müşahidə 9 ayda bizim bu klinikaya gəlib, burada bütün əziyyətlərimizi çəkir. Gecəsi olmayıb, gündüzü olmayıb, 3'də, tamam, gecə saat 3'də, bayram günlərində, bazar günlərində bu həkim bizi dinləyib. Bir dənə də, yəni yuxusuzluq, onun heç vaxt münasibətində bir dəyişiklik olmayıb. Mən bilirəm ki, Rauf Əzimov, həkim, uzman həkim, əsl, həqiqi uzman həkim mən bu klinikada gördüm. Çox böyük minnətdarlığımı bildirəm həkim sizə. Mən arzu edirəm ki, sizin belə savadlı, belə bacarıqlı, həm də gözəl münasibət, bunlar bir yerdə olanda, bu amillər bir yerdə olanda bacarıqlı, gözəl bir həkim meydana çıxır. Və onun da sağlam yetiştirdiği yani boyu başa çarpılan o balaca körpeler, sağlam körpeler dünyaya gelir. Ben çok minnettarım sizin bütün əziyyətlerinizin sayesinde bizim 9 ayın müddetinde bu balaca körpelerimiz dünyaya geldi. Çok büyük əziyyətlər çəkdiniz. Bilirəm ki, bütün esas gözəl xəstələrə olan münasibətiniz məni əsas o maraqlandırır. Ben 35 ilin müəllimiyəm. Ben insanı elə 5 yani görürəm bir münasibət nə deməkdir. Mən tanıyıram, bilirəm. Və mən bütün bu klinikanın rəhbərliyinə, Leyla klinikasının rəhbərliyində öz minnətdarlığımı bildirirəm. O içəridə bizim qızımıza, Sonam qızımıza, baxan personala, hamısına, tibb bacılarına, burada qızımız var, Ləman xanım, o da bu zəhməti var bu işdə. Hamısına böyük minnətdarlığımı bildirirəm. Arzu edirəm ki, cəmiyyətimizə belə faydalı körpələr verirsiniz, bütün körpələrimizi bizi görsün, bütün körpələrimizin sevincli olsun, dünyamız sülh, aminamanlıq şəraitində yaşasın körpələrimiz, bundan sonra müharibə üzü görməsin körpələrimiz, şən yaşasınlar, atalı, analı böyüsünlər, cəmiyyətimiz üçün faydalı insanlar olsunlar, faydalı, xeyirli, cəmiyyətə xeyir verən insanlarımız yetişsin, gənclərimiz olsun. Çok sağ olun həkim, çok minnətdarım. Arzum budur ki, uzun iller həkimliyinizi devam edəsiniz. Bu bacarığınızı, bu münasibətinizi heç vaxt insanlara, xəstələrinizə qarşı değişməsin. Benim sözüm budur. Sizə can sağlığı arzulayıram. Balalarınıza, həyat yoldaşınıza xoşbəxtlik arzulayıram hamınıza. Bütün bu yaşayan insanlardan da yani hamısına minnətdarlığımı bildirirəm, əziyyət çəkib gəlirlər. Həkim, halallıq istəyirəm sizdən. Hakkım sonuna kadar Allah'ımız olsun. Çok sağ olun. Sağ olun, Allah. Var, böyle təşvik olman her zaman. Sen de ben de deyirəm ki, 9 ay önce hakikaten bir kişi kimi, yani bunların başlarının üstünden hiç çəkilmədi. Borcum. Tamam mı? Bunlar sənin əməyin də var. Mənim qədər Mən də o körpələrə əməyimi halallıyam. Hakkım alın olsun. Çok sağ olun. Sağ ol, gözünüz aydın olsun. Ziyadli müəllim, o da Zeynəb xanım. Onu da özüm kimi yetişdireceğim, müəllim edeceğim. Amin inşallah. Sağ olun. Çok Çok sağ olun.